Ermənistanın baş naziri Nikol Paşinyan SSR dövründə Azərbaycanın Qazax rayonunun ərazisi olmuş kəndlərin may ayının sonuna kimi təslim ediləcəyinə dair söz verib. Globalinfo az məlumat verir ki, bu iddia ilə erməni jurnalist Vaskan Sərkisyan çıxış edib. O, Tavuş vilayətinin sakinlərinin nəvələrinin Sovet dönəmində yuxarı və aşağı Əskipara kəndlərində yaşayan şəxslərlə danışdığını vurğulayıb. Öyrəndik ki, Nikol Paşinyan bu il mayın sonuna kimi sərhədlərin müəyyənləşməsi adı altında Yuxarı Əskipara kəndini də Azərbaycana təhvil verəcək, hətta baş nazirin kəndə gedən yolu abadlaşdıracağına dair Azərbaycanlılara söz verdiyi iddia edilir. Həmçinin torpaq təhsil prosesindən öncə minalardan da təmizlənəcək. Ümumiyyətlə Azərbaycanlılar sərhəd divarının çəkildiyi Kirans kəndinə bitişik olan Aşağı Əskipara və Xeyrimlidə çox sayda ev tikiblər. Əlavə edək ki, son zamanlarda Qazaxın işğalda qalan Yuxarı Əskipara, Sofulu və Bəxrudarlı kəndlərinin demarkasiya və delimitasiya prosesi çərçivəsində Azərbaycana təhvil veriləcəyi iddia edilir. Məlumata görə İrəvan hökuməti artıq bu istiqamətdə hazırlıqları başladıb. Məhz bu səbəbdən Müdafiə Nazirliyi həmin ərazilərdən təmizlənən minaların zərərsizləşdirildiyini tez-tez elan edir.